Deməli, eyni cinsli, qoşa samitli, tək hecalı sözlərin tələffüzündən danışaq. Nədir bunlar? Baxın. Məsələn, fən eyni tək heca olur. Yəni bir sait olur burada. Və iki dənə eyni cinsli, eyni samitlə bitir. Fən, məsələn, his, kül, xət, xət, məsələn, rədd. Bax, bu cür sözlərdir. Yəni, nə qədər istəyirsə saymaq olar. Bu sözlərdə nə baş verir? Eyni cinsli, iki eyni samitlə bitir, özü də bir hecalı sözlərdir. Deməli, bunların tələffüzü necə olur? Əgər bunlardan sonra sait gələrsə, şəkilçi və ya söz olsun, samitlər olduğu kimi qalır. Məsələn, fənin, xəttin. Yəni, eyni olduğu kimi qalar deyərkən xət din olur. Bax, belə tələffüz olunur. Yəni, düşmür. Xət din deyə tələffüz olunur. Məsələn, t-da. Amma digərlərində fənnin elə bu cürdə tələffüz olunur. Aydındır. Amma yəni bu xəttin də göstərim ki, birdən xəttin deyə tələffüz edirsiniz, xəttin deyə tələffüz olunur. Amma digərləri d olduğu kimi tələffüz olunur. Burada da rəddin deyərsə, məsələn, rədd etmək deyək, söz yazaq. Ayrı yazılır. Rədd etmək olduğu kimi tələffüz olunur. Niyə görə? Özündən sonra sait var. Aydındır. Bəs yaxşı, bunlardan sonra samit gələrsə, bu zaman qoşa, eyni cinsli qoşa samitlərdən biri düşür. Məsələn, fən, burası özündən sonra söz də ola bilər, şəkilçi də ola bilər. Fən, məsələn, deyil, bura lər şəkilçisi artıraq. Bax, yazılışında da, tələffüzündə də n-nın biri düşəcək, olacaq fənlər. Bax, bu şəkildə tələffüz olunacaq. Deməli, bu sözlərdə eyni cinsli qoşa samitli tək hecalı. Bu sözlərdə sait gələrsə özündən sonra samitlər olduğu kimi qalır yazılışda və tələffüzdə, amma samit gələrsə, bu zaman qoşa samitlərdən biri düşür. Burada his və kül sözü istisnadır ki, bunlar olduğu kimi istər sait, istər samit. Nəyə görə? İnsanın hissi və kül, yəni kül bütöv deməkdir, küllü aləm mənasında. Amma ocağın hissi və külü bir s-la yazılan sözdür. Amma hisslər və kül sözü eyni cinsli qoşa samitlə bitibsə, bunlar istər samit, istər saitdə olduğu kimi. Digər sözlər saitdə düşür, samitdə olduğu kimi gəlir. Bəs bunlar mürəkkəb sözlərdə necə olur? Bax, ona diqqət eləyək. Yəni, mürəkkəb sözün tərkibində də belə sözlər verə bilər. Bu zaman yadımızda saxlayaq. Əgər birinci sözün tərkibindədirsə bu samitlər, məsələn, götürək hansı sözü? Götürək haqq, nahaq sözü var. Məsələn, haqq, nahaq. Bax, bu sözdə yadda saxlayaq. Birinci sözdədirsə olduğu kimi qalacaq. Birinci sözümüzdə. Həm tələffüz, həm yəni yazılışda haqq, nahaq. Bax, bu sözdə, amma yəni yazılışda bu qoşu samitlər olduğu kimi qalacaq. Amma əgər bu iki eyni cinsli qoşa samit ikinci hissə də olarsa, məsələn, rəsm, xət sözündə. Belə yazılsa səhvdir. Niyə görə? Qoşa samitlərdən biri düşməlidir. Deməli, əgər eyni cinsli qoşa samit olan söz birinci hissədədirsə, samitlər olduğu kimi, yox, ikinci hissədədirsə, samitin biri düşəcək. Aydındır? Bu şəkildə. Amma, məsələn, bitişik yazılan bir neçə sözümüz var. Belə bir sözlər var. Onlarda elə bir samitlə yazılacaq. Birdən düşdü. Baxın. Haqq, sevən. Sonra nə var idi? Sevəndə var, sevər də var. Haqq sevən, haqq sevər. Belə bir söz var. Bir də
haqq tanıyan sözü var. Haqq tanıyan. Və bu sözlər istisnai sözlər olaraq bir q ilə yazılır yazılışda. Amma normalda haqq sözü birinci hissədə gələndə nə baş verirdi? Q'ların ikisi də yazılışda qalırdı. Amma ikinci tərəfdə olanda q'lardan biri yazılışda düşürdü. Bunu nəzərə alaq. Bu da bizim bir qaydamız.